Çox sağ olun Hacı, çox maraqlı danışırdınız. Fikirlərinizin tamamilə şərkəm. Və mənim də yadıma bir beyt düşdü. Məşhur bir qəzəli Füzulinin, hansı ki, Qəd ənarəl eşqlil üşşaq min hacəl hüda, saliki rahi həqiqət, eşqə eylər iqtida. Bu beyt məni də vaxtı ikən çox düşündürüb və günlərin bir gündə bu qənaətə gəlmişəm ki, doğrudan da eşq, əyn şini qaf ki, Seyid-i Madəddində adı çəkilən əyn şini qaf ki, irfan alimləri tərəfindən əyn əli, şin şəhadət, qaf-ı Qur'an kimi izah olunub və doğrudan da salik-i rahi həqiqət Füzuli Rizvanullahın dediyi kimi doğrudan da Əliyə iqtida edər, doğrudan da küll aləm Əliyə iqtida edər və bizim gözəl ustadımız ki, ruhu şad olsun, bizim bayraqdarımız Azərbaycan Əhl-i-Beyt şairlərinin bayraqdarı Füzuli və onun haqqında istəyirəm bir maraqlı söz deyim. Şəxsən Kərbəla ziyarətində olanda mən qardaşlar soruşdular məndən ki, bəs yəqin ki, ustadımın məzarını ziyarət elədin. Dedim ki, valla doğrudan da mənim onu ziyarət etmək mənim yadımdan çıxıb. Çünki İmam Hüseyin əleyhissalamın ziyarəti elə məftun eləmişdi məni, elə heyran eləmişdi məni ki, inanın ki, ustadın məzarını ziyarət eləmək hətta yadımdan çıxmışdı. Və bu yadımdan çıxmaqda özümdə bir xəcalət hissi keçirdim ki, necə olur ki, mən ustadın müqəddəs məzarını ziyarət etmək mənim yadımdan çıxıb. Sonradan belə bir hiss yarandı içimdə ki, doğrudan elə Füzuli onun üçün İmam Hüseynin yolunda, İmam Hüseynin müqəddəs məzarına doğru gedən yolda onun üçün torpağa tapşırılmasına vəsiyyət eləyib ki, o İmam Hüseynin məhəbbətinin içində itib batsın, fəna olsun ki, ustadın gözəl uca ruhu qarşısında doğrudan da baş əyməyə dəyər və orada Əbu Abdillahın müqəddəs hərəminə doğru üzümü tutub dedim, ustad, sən doğrudan da bu yolun, bu müqəddəs yolun torpağına çevrilmişsən, tozuna çevrilmişsən və sən əslində ucalmışsan. Hacı, vaxtımızdan istifadə edib, istəyirik sizdən bir şeir istəyək. Bayaq tamaşaçılarımıza biz sizin Əhl-i-Beyt şairi olduğunu vurğuladıq və istəyirik ki, sizdən bir şeir eşidək Əli haqqında. İnşallah o ustadın qəbrini ziyarət edəmiz. Mənə də qismət olub Kərbəlada o qəbri, mübarək qəbrini ziyarət edəmişəm. Kərbəla, ey Füzuli, məskənin üçün Kərbələdir şeirimin, hər hörməti hər yerdə vardır. Xəlq onun müştaqıdır, nə qızıldır, nə gümüş, nə ləl-ül mirvarıdır. Kərbəla torpağıdır. Kərbəlada yatan hər halda ikən, torpağa dönsə də düşməz də yerdən. Torpağı götürüb təsbih edərlər. Keçər şərafət ilə bilbilənlərdən. Torpağın da qiyməti var ki, torpağa dönsə. Yəni, Füzuli İmam Hüseyin aşıq olub. Hədiqət-i Süəda, Xoşbəxtlər Bahası əsərində müqəddiməsində bir şey oxudum mən. İmam Hüseyin əleyhissalamın adı gəldi. O İmam Hüseyin əleyhissalamın qapısının nökəri olub Füzuli. Heç padişahlığı, heç bir sarayı qabul edəməyib. Hətta tarixdə var ki, Şah İsmail Xətai Şiyə hökümdarı olub. Bunu da qeyd edək elə Füzuli 3 dildə yazıb. Ərəb, Fars, Azərbaycan dilində. Bu azadlığı ona Şah İsmail Xətai verib. Çünki hökümdar Şah İsmail olub. Özü də istəyib ki, Füzuli sarayında olsun, onu çağırtırıb Füzuli gedməyib bunun sarayına. Füzuli gedməyib, hətta belə bir diyaloqlar olub ki, Həbibi olub böyük şair bu dövrdə. Həbibi Şah İsmail Xətainin Məlik-ü Şüərası olub. Deyib, Füzuli üçün xəbər göndərdik, deyib, göndərdik. Mən özüm oxumuşam bunu. Deyib ki, bəs nə cavab gəlib? Deyib, Həbibi qalxıb, deyib ki, Füzuli gəlmir. Şahı da demək olmaz, birdən belə gəlmişsən, çağırtdımsan, gəlmir. Nə üçün gəlməyib Şah İsmail? Deyib ki,
Füzuli deyib ki, ondan da bir artıq şah var. Əfzəl şah var. O şaha mən xidmət edəyəm ki, şah İsmail başa düşmə, əvvəl ne deyim, qalxıb, kimdir o şah? Həbibi deyib ki, sənin cəddün İmam Hüseyindir. İmam Hüseyini deyir ki, səndən də əyləşib yerə deyib ki, əhsən olsun, qiymət verib Füzuliyə. Yəni, həqiqətən də əhl-i iman olurlar bunlar. Bunların biz elə, mən Füzulinin şeirindən sonra öz şeirimi, bu bizim şeirimiz sevgimizdir, istəyimizdir, oxuyuram da. Elmi ürfani edən aləmə zahir Əlidir. Müshəf-i həqdə olan əvvəl və axir Əlidir. Quranda huvəl əvvəl vəl axir və zahir vəl batin var, oradan gəlir, bəli. Nə qədər ayələr Əl-Həq onun haqqında gəlib, surə-i dəhrin özü, ayə-i təthir Əlidir. Onun haqqında Xuda söylədi, əkmədü ləkum. Xaliqin məqsədidir, məktəb-i təfsir Əlidir. Qələmi qüdrət ilə verdi Xuda zinətuna, Tanrının nurudur, əlbəttə ki, bahir Əlidir. Nə qədər möcüzəsi dəhrə səadət getirib, hər yerdə, hər an rəhmətə hazir Əlidir. Ən çətin məsələni həll eləyir sadə asan, müşkülü həll eləyən alim-i qadir Əlidir. Hər dəfə nəsr-i minallah oxuyub xəlqinə həm iş görən ümmət üçün Allaha xatir Əlidir. Qələmi ilə əsər icad eləyib töhbə verən Nəhcül Bəlağə, Divan-ı Əmir əleyhissalam. Qələmi ilə əsər icad eləyib töhbə verən, bil ki, tövhid deyilən məktəbə nasir Əlidir. Namaz üstündə durub xaliq ilə eylə niyaz, namaza varid olan vacibi tekbir Əlidir. Xaliqin min adı var, dildə müdam zikr olunur. Allah'ın min adı var da. Səyd Əzim deyir ki, min bir adının hər biri bir aşıqa munis. İndi fikir ver, Xaliqin min adı var. Dildə müdam zikr olunur. Desə bir kəs ki, əgər olmalı min bir Əlidir. Bir adı da Əlidir da. Sultana etmə məzəmmət, açıq aşkar o bilir. Allaha aid olan, gizli qalan sir Əlidir. Çox sağ olun. Sağ olun. Gözəl şeirinizdən dolayı sizə mən də minnətdarlığımı bildirirəm.